Ayaqlarda şişkinlik nədən yaranır? Çox xanımlar, beylər şikayət edirlər ki, ayaqlarımızda şişkinlik var. Ayaqlarda şişkinlik yarana bilir nədən? Birinci, əgər ayaqlarda paralel, bərabər şişkinlik yaranırsa axşama yaxın və səhərə çəkilirsə, bu ürək damar çatmamazlığı nəticə yaranan şişkinlikdir. Yox, ayağın birində çox şişirsə, birində az şişirsə, o ya böyrək mənşəlidir, ya da damar mənşəlidir. Bir ayaqda olan damar, görürsə onu daha çox şişirir, o birində azdır, az şişir. Ancaq ürək sistemidirsə, ürək damar sistemidirsə mütləq bərabər şəkildə şişir. Ondan başqa da təbii ki, digər səbəblər də ola bilər. Məsələn, insanlar var ki, onlarda qızıl yel xəstəliyindən sonra qalır o bir ayağında şişkinlik və yaxud da iki ayağında şişkinlik və yaxud da ki, fil xəstəliyi deyilən bir xəstəlik var, Samir bəy. Fil xəstəliyi. İki ayaq ən çox qadınlarda olur. Yuxarıdan aşağı, dediğin kimi, keçmiş kişilərin bəyəndiyi, yuxarıdan aşağı düzünə dübbələmdüz şişmiş, gözəl bir baldır. Və bunun da müalicəsi xeyli problemdir, xeyli çətinlik Tural bəy. Ona görə mütləq mənada orada da o ayağın şişkinliyini verən gör nə qədər səbəb saydı. Orada da mütləq yenə əlaqə saxlasınlar mənlə. Mən deyim ki, səbəbi nədir? Səbəbi nədir? Əsas xəstəliyin diaqnozudur. Amma onu deyim